Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərliyi ilə Heydər Məscidinin imamları Hacı Rüfət Qarayev və Hacı Hafiz Abbasov iyunun 24-də Almaniya Bundestagının Xarici Siyasət Komitəsinin sədri Armin Laşetlə görüşüb. Görüş zamanı dinlərarası dialoq, birgə yaşayış ənənəsinin təşviqi ilə bağlı məsələlər müzakirə olunub. Azərbaycan və Almaniya arasında bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Komitə sədri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini sahəyə qayğı, dini icmalara dövlət tərəfindən göstərilən dəstək və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev səfərin məqsədi barədə ətraflı məlumat verib. Qeyd edib ki, iki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələr bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə imkan yaradır. Səfir bildirib ki, Azərbaycan müxtəlif konfessiyaların qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkələrdən biri kimi tanınır.